Müəyyən şəxslər saxta hesablar yaradaraq imtahan nəticələrini dəyişdirmək və ya gələcək imtahan suallarını qabaqcadan təqdim etmək təklifi ilə insanları aldadırlar. Dövlət İmtahan Mərkəzinin məlumat bazaları yüksək təhlükəsizlik tədbirləri ilə qorunur və bu cür dələduzluq halları ilə bağlı məlumatlar doğru deyil. Bu sözləri Dövlət İmtahan Mərkəzinin mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə deyib. O, sosial şəbəkələrdə yalnız Dövlət İmtahan Mərkəzinin rəsmi səhifələri və saytı vasitəsilə məlumat alınmasını tövsiyə edib. Eyni zamanda valideynlərə övladlarının fəaliyyətini nəzarətdə saxlamaları və belə dələduzluq hallarına qarşı diqqətli olmalarını vurğulayıb. Həmçinin imtahan iştirakçılarına və vətəndaşlara belə faktlarla qarşılaşdıqda Dövlət İmtahan Mərkəzinə və ya hüquq mühafizə orqanlarına müraciət etmələrini bildirib. Xanlar Xanlarzadə belə məsələlərin ciddi şəkildə araşdırıldığını və dələduzluq edən şəxslərin məsuliyyətə cəlb ediləcəyini vurğulayıb.